Aprelin 19-da Ağstafa rayonunun Aşağı Göyçəli kəndində keçirilən toy mərasimində 2 yaş yarımlıq qız oğurlanıb. Qan donduran film kimi hadisə toya dəvətsiz gələn 57 yaşlı Telman Omarov tərəfindən törədilib. O azyaşlını mərasimdən oğurlayaraq evinə aparıb. Toy sahibi deyir ki, hadisəni törədib qaçarkən yolda onun maşınını vuraraq qəza törədir. Lakin buna baxmayaraq yoluna davam edib. Oğluma xeyir iş eləyirdim. O da çağırılmamış, qonaq heç dəvətnamə yazmamışam. Gəldi, bax belə də vaya döndər, toyu. Uşağı oğurlayıb, gəlməyəm, öz maşınımı çörək almağa gəlmişdim mağazına. Geri qaydanda, yəni yolda gördüm, nəsə gəlir, yazdıra gəlir. Gəldi, mənim maşınımı vurdu, mənim maşınımda vurdu, çıxdı. Bir də burada xəbər çıxdı ki, uşaq yoxdur. Çıxdıq buraya, çıxanda uşaq var bizdə. Bu gəldi ki, qara maşın apardı uşağı. Hərə bir tərəfə biz dedik ki, yəqin nəsə bir şeydir. Bizim ağlımıza gəlmədi bir şey. Buradan çıxdıq ki, bu arx aşağı qaçdıq. Dedik ki, yəqin uşaq da arxa düşüb, onu deyir bu. Sonra dedik, yox, qara maşın apardı. Buradan maşına hamı getdi dalından, oradan uşaqlar gedəndə görüb, həqiqətən də bu götürüb aparıb, Telman. Hadisə zamanı sərxoş vəziyyətdə olan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Azyaşlı valideynlərinə təhvil verilib.